Zəhravəçimo, rəqiblərə maçımız. Profesyonel karyerasında 37 dövüş geçirib Zöhrəb Əzimov. 27 galibiyet, 3 məğlubiyyət, 7 TCC, 12 nakavt. 12 nokaut. Bəli. Bu onu göstərir ki, Zöhrəbin nakavt işi zərbələri var. Döyüş çox maraqlı olacaq. Fiziki göstəriciləri, fiziki parametrləri fərqlidir. Rəqibi Zöhrəbdən boy olaraq çox uzundur. Maraqlı döyüş olacaq. Bir qədər sonra onların rəqibini də görəcəyik. Bəli, yəni rəqibi hardasa 20 sm daha uca boydu, daha hündürdür. Və bu döyüşü izləmək həqiqətən də maraqlıdır. Zöhrəb Əzimov artıq ringdədir. Zöhrəbin yaşı da peşəkar üçün çox yaxşıdır. 29 yaşı var. Kamil Ağazadə isə Təşəkkür edirik. Zəhravəçimo'da minnətlər olmaq üzrə ifade edirəm. Artıq rəqiblərə Zəhravəçimo öz gücündən və rəqibini Və indi Zöhrəbin rəqibi dəvət olunmalıdır. Gənc idmançı Kamil Ağazadə dəvət olunur. Bir yaşı var Kamil Ağazadənin. O da profesyonel karyerasında döyüşlər keçirib. kiçik reyting döyüşləri keçirdib. 7 döyüş, 7 qələbə. 21 yaşına nisbətdə çox yaxşıdır. Zöhrəbin həvəskar nəticələri daha üstündür. 14 dəfə müxtəlif yaşlarda, müxtəlif çəki dərəcələrində Azərbaycan çempionu, birinciliyinin qalibi. 2 qat Avropa çempionu, dünya mükafatçısı. Bu Zöhrəb Əzimovun nəticələridir. Kamil Ağazadə isə dörd dəfə Respublika çempionatının gənclər yeniyetmələr arasında qalibi. 2016-cı il Dünya Kubokunun qalibi olmuşdur yeniyetmələr arasında. Çox istəkli, eyni zamanda özünə güvənən və özünə arxayın olan sakit tərzdə bir idmançıdır. Face-to-face'lərdə emosional heç bir hərəkətləri olmadı. Sadəcə və sadəcə qalib olma haqqında düşündüydü. Boy fərqi kifayət qədər Qədər var. böyükdür. Bəli. 20 sm Maraqlı yaxın boy döyüş fərqi var. Və belə bir vəziyyətdə bu döyüşü izləmək maraqlıdır. Bu, bilmirik indi Kamil üçün üstünlük olacaqmı yekunda ya yox? Uzaq məsafədə saxlamalıdır, bunu hamı bilir. Yaxın məsafəyə düşsə Zöhrəb üstün olacaq. Döyüş yaxın məsafədə gedərsə Zöhrəb döyüşür. Əlləri duzulu deyə heç yaxına buraxmır Ləki. Peşəkar döyüşlərdə
idmançıların fiziki göstəriciləri çox önəmlidir. Zöhrab əlini söykür, Zöhrab deyirəm. Kamil. Kamil. Kamil əlini söykür Zöhrabın başına, ancaq zərbə indirmir. O məsafədən zərbə indirməlidir ki, Zöhrab yaxınına girə bilməsin. Maraqlı döyüş olacaq. Əllərini salmamalıdır. Kamil əllərini salmamalıdır. Hər an zərbə buraxa bilər və ağır zərbə buraxa bilər. Çox maraqlıdır. Hələ ki açıq, net zərbə görməmişik. Zöhrab rəqibin üzərinə getməyə çalışır. Kamil də hər dəfə sanki yaxına buraxmır. Buraxmamalıdır. Kamil sağ əllə çəpəkə zərbəyə vurmaq istəyir. Üzr istəyirəm, Zöhrab. Kamil də onu buraxmamalıdır. İndi Zöhrab zərbə buraxdı. Blok oluna, müdafiə oluna rəqibin üzərinə gedir. Kamilin bu hərəkətləri maraqlıdır. Publikaya işləyir. Publika işləyir, bəli. Ancaq fikrimizə daha biraz tez başladı publikaya işləməyə. 3-cü raundda falan eləsəydi daha yaxşı olardı. Ancaq Kamilin o sərbəstliyindən xəbər verir. O dərəcədə sərbəstdir. Bəli, çox rahat, çox sərbəst görünür. Bəli. Tiger ləqəbli idmançı Kamil Ağazadə. Boşa gedən zərbələri gördük. Daha bir alınmayan zərbə. Zöhrabın o zərbəsini buraxmamalıdır Kamil. Sağ cəpəkə zərbəsini buraxmamalıdır. Kamil 21 yaşına görə çox sərbəstdir. Peşəkar döyüşçü olaraq çox sərbəst göstərir özünü. 7 döyüş, 7 qələbə. 7 döyüş, 7 qələbə. Eyni zamanda dediyim kimi çox sərbəst göstərir. Statistikası da çox yaxşıdır. Profesional karyerasında hər iki məğlub olmayıb. Peşəkar döyüşlərlə həvəskar döyüşün çox fərqi var. Bir idmançı həvəskarda nəticə verməyə bilər. Onun döyüş üslubu peşəkara daha uyğundur deyə o peşəkarda daha yaxşı nəticə verə bilər. Bu normaldır. Həvəskar nəticələrini deyədikdə Zöhrabın nəticələri daha çox idi Kamildən. Ancaq peşəkar tamam başqadır. Daha net, daha ağır zərbələrdən istifadə etmək lazımdır. Ayaqla zərbə. Nə oldu? Zöhrab orada bir anlıq dayandı. Yaxşı blok qurur, müdafiə olunur. Ciddi demək olar ki, zərbələr buraxmır hələ ki.
açıq zərbələr çox azdır. Hakimlər xal hesablamalarda çətinlik çəkə bilərlər. Zərbə alındı burada. Xeyr, Yox. yandan keçdi. Bildiyim qədər. Buradan belə görsən. Orada ikinci olduğuna orada sürüşkəndir deyəsən, su tökülüb. Bir daha baxaq. Az. Zöhrabın özünün ayağı sürüşdü orada. Biraz qabağa buraxsaydı zərbəni daha tutarlı və bəlkə də naqdan olardı. Kamil Zöhrabın o zərbələrini buraxmamalıdır. Yıxılır. Artıq Kamil açıq gedir. Yenə də həmin hissədə ayağı sürüşdü. Bəli. Kənara bəzən çox baxır. Döyüş konsentrasiyası, diqqəti bəli. də sanki dağınıq olur. Dağınıq olur, bəli. Kamillə və bu da bəlkə də onun döyüşməyinə bir qədər mane olan faktorlardan, amillərdən biridir. Kamilin əlləri çox aşağıdır. Bu zərbələri çox buraxa bilər, pis buraxa bilər. Zöhrab bir qədər döyüşdə üstünlüyü ələ aldı. Təbii ki, hakimlər daha dəqiq xal hesablayarlar. Artıq Kamil yoruldu. Peşəkarda Kamilin incə ayaq zərbəsi vurduğu low kick zərbəsi bəlkə də tamaşaçılar baxar low kick vurdu. Ancaq peşəkarda o zərbə sayılmır. Zərbə oturmalıdır. Zöhrab da sanki artıq bir taktikanı tutub əllərini açır, gözləyir ki, rəqib hücum etsin ki, özü də həmin anda əks hücumla qarşılasın. Qarşılaya bilsin. Üçüncü raundda Zöhrab sürəti artırsa, tempo artırsa, böyük ehtimal ki, döyüşü Zöhrab qalib gələcək. Çünki birinci raund, ikinci raundun ortasından sonra Kamil döyüşdə zərbələr buraxmağa başladı. Məncə də birinci raund bərabərə yaxın bir səviyyədə gedirdisə, ikinci raundda Zöhrab daha fəal idi. Bəli. Bax, artıq 2-3-cü çəpəki zərbədir ki, buraxır Kamil. Həlledici raund 3-cü raund olacaq. Hər iki idmançı məşqçisindən təlimatları alır, tapşırıqları alır. Beləliklə hazırdılar və döyüş meydanına, ringdə, mərkəzə qayıdırlar. Üçüncü raund başladı. Xəbərdarlıq etdi burada. Bəli, bəli, Kamil danışır, çox danışır. Publika ilə danışır, hakimlə danışır, rəqiblə danışır. Məşqçilər də deyəsən orada döyüşə fokuslamalı olduğunu bildirdilər.
Kamilin etdiyi şou xarakterli hərəkətlər döyüşü tam üstünlükdə apardıqda olunsa daha yaxşı olur. Ancaq bərabər gedən döyüşdə sən publikaya işləmək biraz düz deyil. Adətən 10 raundluq döyüşlərdə bəzən olur ki, biz görürük böyük turnirlərdə falan, amma 3 raundluq döyüşlərdə 3 raundluq döyüşlərdə və 3-cü raundun axırıda o sürət də yoxdur burada. Publikaya işləməyin bir mənası yoxdur burada. Halbuki bu cür üstünlüyü var boy mənasında, yəni Fiziki göstəriciləri də yaxşıdır. çox yaxşıdır, hə. Dayanmamalıdır. Və rəqibi yaxına buraxır, əsas məsələ də Artıq bu. buraxır. İkinci raundun ortalarından sonra Zöhrabın vurduğu zərbələr Kamili silkələməyə başladı. Ancaq ona qədər silkələyə bilmirdi. Döyüşə istəkli olan, döyüşü qalib olmaq istəyən görünüşünə etibarilə Zöhrab. Zöhrab, razıyam. Razıyam. O sanki qələbə üçün hazırda döyüşür və qələbəni qazanmaq üçün hazırdan mübarizə aparır. Kamil isə bax, 2 dalbadal zərbə buraxdı. Bir dənə də zərbə buraxdı. Yenə əl hərəkətləri filan. Halbuki döyüşdə xal hesabı ilə arxadadır artıq. Mən elə düşünürəm. Təbii ki, doğrusunu hakimlərimiz deyəcək. Təbii ki. Bitdi. Yekunlaşır və bu nəticə maraqlı olacaq. Zöhrab da Məhəbbət də yoruldu. 3 raund vuruşdu. Zöhrabla Məhəbbətin döyüşü ağır olacaq. Zöhrab Əzimov yoxsa Kamil Ağazadə? Böyük ehtimal Zöhrab Əzimov. Maraqlı döyüş oldu. Zöhrab Əzimov qələbəni qazanır. Bəli, təxmin etdiyiniz kimi bu görüşdə Zöhrab Əzimov qalib gəlir və növbəti mərhələyə yüksəlir. Növbəti mərhələdə onu Məhəbbət Hündətovla döyüş gözləyir. Dəyərli tamaşaçılar, bizim efirimizdə yenə də qısa fasilə olacaq və daha sonra yenidən bura qayıdacağıq. Geçen